Salam, hər vaxtınız xeyir olsun istəkli tamaşasına, xoş gördük sizi. Bugün də bir həftə tamam oldu və həftənin sonuna yaxın yenə də sizinlə görüşə gəldik. Mən inanıram ki, bugün etiraf sevən tamaşaçılar əyləşiblər ekran qarşısında və bizi izləyirlər. Xahiş edirəm, biraz da yaxın oturun, bir stəkan çay qoyun qarşınıza və rahat-rahat etirafa baxın. Çünki etiraf ucalıqdır, etiraf şöhrətdir, etiraf fərasətdir. Etirafı hər adam edə bilməz. O adam etiraf edirsə, o adam alilik dərəcəsinə qalxır. Və odur ki, baxın, görün bu verişdə kim ali dərəcəyə qalxır və kim yerində qalır. Və inanıram ki, bizim verişdəki etiraflar sizin ürəyinizcə olur. Çünki sizdən mənə gələn məktublar və telefon zəngləri bir daha sübut edir. Və onu da diqqətinizə çatdırım ki, əziz tamaşaçılar, mən qonaqlarımı sizin istəyinizlə çağırıram. Siz sevdiklərinizi biz də sevirik və onun üçün də sizin istəklərinizi də nəzərə alaraq mən öz verişimə yalnız və yalnız sizin sevdikləriniz və etirafda görmək istədiyiniz sənətkarları dəvət edirəm. Bizim bugünkü qonağımız çox tanınmış, populyar bir müğənni. Öz sənəti ilə, səhnə mədəniyyəti ilə həmişə efirlərimizi oxşayan və tamaşaçılarımızın rəğbətini qazanan həmi geyimi, həmi danışıq diksiyası, həmi öz gözəl musiqiləri, toylarımızın, şənliklərimizin və efirlərimizin bəzəyi Respublikanın əməkdar artisti Cavanşir Məmmədov. Buyurun. Xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Necəsiniz? Yaxşı olasınız, çox sağ olun. Həmişə sizləri bax belə gülər üz görək, sizə can sağlığı və sizi burada görməyimə doğrudan da çox məmnunam. Çox şadam ki, siz də bu günləri bizim dəvətimizi qəbul edib gəlmişsiniz. Xoş gəlmişsiniz. Çox sağ olun İlham müəllim, minnətdaram. Bəri başdan təşəkkür edirəm. Rəhbərliyə də, sizə də, Space kanalına da və bu veriliş mənim şəxsən zövqümü oxşadığı üçün mən böyük məmnuniyyətlə sizin dəvətinizi qəbul etdim. Çox sağ olun, minnətdaram. Amma gəl ilk öncə sizin ifanızda bir gözəl mahnıya qulaq asaq, ondan sonra əyləşəcəksiniz, söhbətimizi davam edəcəyik. Maşallah, hələ ki yaxşı danışırsan bizi ilə. Daha da yaxşı olacaq inşallah. Buyurun, buyurun. Yüreğimde alov vardı, oldu sen. Dodağımda tamın kaldı, dadı sen. Bu canımda eşkim öldü, adı sen. Bu günahla seni bağışlayıram. Bu günahla seni bağışlayıram. Seni bağışlayıram, modu sönmedi. Boş ümitle seni bağışlayıram. Eşkim ölmedi. Taş yürekle seni bağışlayıram. Bu günahla seni bağışlayıram. Dar qəfəs yaşamağa hicran koymadı nəfəs. Həzin nəğmə oldu, kırıldı nəfəs. Bu günahla seni bağışlayıram. Bu günahla seni bağışlayıram. Senden dönmedi. Olanlarla seni bağışlayıram. Modu sönmedi. Boş ümitle seni
ürəklə səni bağışlayıram. Bu günahla səni bağışlayıram. Bağışlayıram. Səndən görmədi olanlarla səni bağışlayıram. Odu sönmədi boş ümidlə səni bağışlayıram. Eşqim ölmədi daş ürəklə səni bağışlayıram. Bu günahla səni bağışlayıram. Doğrudan da bu günahla səni bağışlayıram. Cavanşir müəllim, Xaldə xanım bu günahla sizi neçənci dəfədir bağışlayır? Bilirsiniz, gene başlandı. Ben deyirəm, özünüz mənə, necə deyim, özünüz ipucu verirsiniz, ben de reaksiya bildirməliyəm də. Kişinin ailədə ən böyük xoşbəxtliyi, ən böyük qazancı xanımının ona sadiq olmasıdır. Təbii. Xanımının onu bağışlaya bilməsidir. Sevgili adamı bağışlaya bilmir, sən məndən yaxşı bilərsən. Sizdən öyrənmişim. Ay, sağ ol. Ancaq xanım bağışlaya bilir. Çünki nəyə görə? Əvvəla ailənin böyüyü olmalıdır. Əgər o böyük kimi özünü təsdiq edə bilirsə, onda elə o bəzi günahları ki, bağışlanıla bilən günahdır, onları ailədə bağışlayırlar. Ümumiyyətlə, bağışlamaq özü böyüklük deməkdir. Ucalıq, ailəlik. Ucalıq deməkdir. Ancaq, məsəl üçün, vətənini satan adamı bağışlamaq olmaz. Sonra, ailəsini satan adamı bağışlamaq olmaz. Sonra, sadiq olmayan adamları görsən ki, uzun illər çörək kəsirlər. İndi o çörək kəsməyə də mən gələcəm. Danışacaq ondan. Amma siz mənim sualıma, baba yenə də bax belənçinə baba, buradan baba belənçik qaşıyırsınız qulağınızı. O həmişə elə olacaq. Həmişə belə olacaq. Deməli, Xaldə xanımın sizi bağışlamağının sayı hesabı yoxdur. Deməli, Xaldə xanım doğrudan da çox, sizə bir söz deyim, mən o xanımın, o ailəni, sizin ananızı, sizin evlatlarınızı mən gözəl tanıyıram. Çünki sizin ailə doğrudan da saf, pak, təmiz bir ailədir və Xaldə xanımın simasında mən bütün xanımlara öz minnətdarlığımı bildirirəm ki, bax, sizin xanımınız kimi səbirli, dözümlü, ondan sonra necə deyim, hörmət və ehtiram. İnanın, mənsə, əgər o xanım sizi bağışlayırsa, hər tərəfdən o xanım ali və uca bir xanımdır. Bilirsiniz, İlham müəllim, mən yəni qastrollarda çox olmuşam. Bizim sənətimiz belə. Təbii ki, təbii ki. Bəli, səhvlər olur, bəli. Əsas qastrollarda olur hər bir şey, bəli. Ancaq, deyir, atalar sözü var, deyir, ilan hara əyri giysə öz yuvasına düz girər. Mən öz yatağımı heç bir yatağa dəyişməmişəm, dəyişə bilmirəm. Nə qədər də evə gec gəlsəm, gəlib evdə yatıram. Çox verişlərdə mən öz verişlərimdə sizin adınızda hallandıram ki, Cavanşir müəllim deyirdi ki, sual verdim Cavanşir müəllim ki, sizə əziz olan, doğma olan kimdir? Deyir, mənə əziz olan, mənə doğma olan hamı gedəndən sonra, axşam saat 12-dən sonra qapı ki bağlanır, içəridə qalanlar mənim əziz adamlarımdır. Bu çox gözəl sözlər. Sizdən hələ qurdaladıqca nəsə çıxacaq, siz ensiklopediyasınız. Valla, Cavanşir müəllim, ümumiyyətlə, həmrəylik sizin üçün nədir? Həmrəylik mənim üçün, deyim ki, və çox adamlar üçün. İndi bunu bilməm, show biznesdə deyirsən, ümumiyyətlə belə deyirsən. Ümumiyyətlə həmrəylik çox böyük bir kəlmədir və çox böyük bir məzmundur.
Ancaq heyflər olsun ki, bu show biznesdə ildə bir dəfə həmrəylik günündə çıxıb oxuyurlar vətən haqqında, insanlıq haqqında, birlik haqqında. Ancaq elə o bir gün olur. Ancaq bu həmrəyliyi... Nə bir gün? Elə səhnədə olur. Səhnədən düşdülər yenə də həmən ki. Ancaq biz deyirik ki, yəni həmrəy olmaq bizə ulu öndərimizdən miras qalıb. Və o da çox düşünülmüş bir addım olubdur. Ümumiyyətlə, belə baxanda bu dünyada çox azad xalqlarda olur həmrəylik. Ancaq bizim həmrəyliyimiz bizim vətənimizin birliyi üçün, bizim xalqımızın birliyi üçün, bizim vətənimizin, dünyamızın gələcəyi üçün vacib şərtlərdən biridir. Cavanşir Məmmədov üçün əsl dost nədir? Dost belə şeydir ki, dostla bölüşməlisən. Deyir ki, dostlarım, tanışlarım sual etdilər məndən, söylə görək sevimli qardaşınla necəsən? Mən isə bu suala belə verdim cavab, qardaşımla qardaşım dost olmamışam hələ. Dostluq gözəl şeydir. Dostluğu eləməyin müəyyən qaydaları var. Ancaq indi belədir ki, görürsən ki, görürsən çox vaxt deyirlər ki, köhnə dost, köhnə dost. O Zəki Müren bir mahnı oxuyubdur, Allah rəhmət etsin, deyir, sən benim eski deyil, eskiməyən dostumsun. Sən mənim köhnə deyil, köhnəlməyən dostumsun. Köhnəlməyən, bəli. Yəni, dost köhnəlmir. Dostluqda deyirlər ki, məsəl üçün, bu mənim köhnə dostumdur. Onu deyəndə biraz, yəni, qəbul etdirsən, qısa vaxtda qəbul etdirsən. Yəni ki, bu adamla mən çox rahat bir tərzdə danışa bilərəm. İndi illər gözlü açıb yumursan keçir. Biz sizinlə neçə illərdir təmasdayıq, münasibətimiz var. Mən sizi özümə həm dost kimi bilirəm, həm də bir sənət adamı kimi. Biz hörmət, izzət olubdur. Bizim aramızda nə qədər zərafat olubsa da o qədər pərdə olub. Ancaq indi dost belə bir şeydir ki, indiki zamanda deyir ki, mən filan kəslə çörək kəsmişəm, neçə ilin dostuyam. O çörək dostları ki olubdur, müharibə dövründə jımıq olub, jımıq yeyiblər. Sonra atam deyirdi ki, anam deyir, biçindən gəlirdi, deyir, bizə deyir, unu deyir, düzəldirdi, verirdi. Amma qonşularımız deyir, jımıq yeyirdi, deyir. Biz deyir, xoşumuz gəlirdi, o deyir, rezin kimi dartırırdı. Biz onlara çörək verirdi, onlardan deyir, jımıq alırdıq, yeyirdik ki, bu nədir? Gör, nə gözəl, hansı günlərə qayıtdıq. Baxın, bax, o devirdə çörək kəsir, o bir parça çörəyi 4 yerə, 5 yerə bölüb, ondan bir dadım yeyən insanlar çörəyin qədrini biliblər. Onlar deyiblər ki, biz çörək kəsmişik. İndiki çörək kəsməyə bunlar adi hal kimi baxırlar. Ancaq Allah Teala heç kimi darlığa çəkməsin. Allah Teala heç kimi pis gündən sınamaz. Ancaq yenə də ağır günlərdə yaşayan insanlar, o məhbuslar ki var, onlar da yenə çörəyin qədrini bilənlərdir. Ancaq çalışmaq lazımdır ki, yaxşı günlərdə, azad günlərdə, firavan günlərdə yaşayan insanlar oturub durduğu insanları tanısın, dostunu tanısın. Çalışmaq lazım ki, düşmənçilik olmasın. Ancaq bu əfsuslar olsun ki, bütün dünyada var, dost olan yerdə düşmən də olmalıdır. Ancaq çörək kəsdiyin adamla çörək kəsəndə müqəddəs çörək kəsmək lazımdır. Ki, düzdür, indi insanlar çoxdur, çörək gündə kəsilir. O başqa bir aləmdir, o başqa bir anlayışdır. Ancaq o qəlb dostu ki, dediniz ki, dost nə deməkdir? Mən onu demək istəyirəm ki, dost dosta tən gərək. Tən olmasa gen gərək. Bəli, bax, belə bir şey. Verilişin baş sponsoru Kapsiyalla Pərdə və Tül Mərkəzidir. Firuzə İbadova ilə kəsdiyi çörək hansı çörəkdir? Firuzə xanımla, düz çörəkdir. Mən xahiş edirəm, Firuzə İbadova yox, Firuzə xanım. Firuzə xanım. Baş üstə. Yaxşı. Yəni, üzüyün qaşı da deyəsən Firuzədir. Üzüyün qaşı da... Firuzədir. Firuzədir. Amma çox balaca Firuzədir o. Firuzənin böyüyü balacası olmur. Yaxşı, Firuzə xanımla kəsdiyi çörək. Bəli, Firuzə xanım gözəl sənətkardır, gözəl insandır. Mən istəyirəm, o bilir, sizdən danışın. Siz necə istəyirsiniz? Necə ola bilər ki, sən onu bir 5-6 il istəyəsən, mən 18 ildə onu istəmirəm. 18 il biz bərabər çalışırıq. 18 ildə onun ailə qursuydu, 18 yaşında oğlunuz var idi. Mən Firuzə xanımla
işbirliğine başlayanda oğlum da vardı, qızım da vardı. İndi ondan da ola bilərdi də, elə də ola bilərdi Cavanşir Yox, müəllim. yaxşı kişilər, yaxşı olanlar bir dəfə evlənir. Bir dəfə evlənir. Amma... Bir dəfə. Mən sizə deyirəm ki, Allah hamıya can sağlığı versin. Amin. Mən onun yoldaşıma da demişəm. Əgər biz hər hansı birimiz, əgər o məndən tez dünyasını dəyişsə, mən bir də evlənən deyiləm. O çox gözəl şeydir, evlənən deyiləm. Yəni bir də mən ailə quran deyiləm. Ailə qurmayacaqsınız da, amma... Xeyr. Yox, amması da olmayacaq. Amma- Daha bu yaşdan sonra nə amma? Aa, Habil Əliyevə sual veriblər ki, Habil müəllim, şəxsiyyət vəsiqəsini dəyişəndə deyib ki, Habil müəllim, burada yazılıbdır ki, vətəndaşın cinsiyyəti, kişi, qadın. Deyib, qızım, 75-dən sonra elə hamımız qadın olur. sizin əlin 75-ə çox var, maşallah. İndi hər bir cür taleyi olur. Elə sən... Ay Cavanşir müəllim, siz, mən hamiyə söz çatdıra bilirəm, sizə çatdıra bilmirəm. Sən mənə elə qəliz danışırsan ki, vallahi mənə elə bir ki... Gəl belə eləyək, gəl belə eləyək. Nə də deyirsən eləyək. Dostum, gəlin sizin haqqınızda müsahibə götürmüşük. Onlara baxaq, ondan sonra söhbətimiz davam edir. Olar mı? Olar. Cavanşir müəllim haqqında bugün mənim üçün danışmaq xoşdur. Bilirsiniz nəyə görə? Çünki Cavanşir müəllim böyük sənətkarlarla işləyib, çox böyük sənətkarları müşahidə edib və onları müşahidə edə-edə özü də oxumaq qabiliyyəti olduğu üçün daxilində həm musiqiçi olub, həm müğənni. Bu çox gözəl bir şeydir. Hər bir müğənni hər hansı alətdə əgər ifa edə bilirsə, deməli o oxumağı müğənninin tək müğənni olaraq ifa etdiyi o ifasından daha mükəmməl bilir. Böyük sənətkarlarımızın hamısında hörməti var. İstəyir xanəndələrimizin, istəyir böyük estrada janrında olan müğənnilərimizin. Amma şəxsiyyəti gəldikdə isə mən 18 il, yəni onu ilə çiyin-çiyinə çalışan bir tərəf müqavili kimi, sənət dostu kimi, nə deyə bilərəm dostuma? O çox gözəl ailə başçısıdır. Şəxsiyyət nə deməkdir? Ailən sağlam olsun, balaların sağlam olsun. Cavanşir müəllimin 2 övladı, 1 nəvəsi var. Xanımı, gözəl anası var. Şəxsiyyətini qoruyub saxlayan insandır. Yəni o insanlardandır ki, o tək sənətkarlarımızdan ki, onun ailəsi sağlamdır. Ailəsi sağlam olan sənətkarın şəxsiyyəti də var, sənətdə yeri də var. Mən Cavanşir müəllimə uğurlar arzu eləyirəm. Cavanşir müəllimlə 23 ildir ansamblda çalışıram. Yəni o insanın gözəlliklərindən danışa bilərəm. Mənə həm dayaq olub, həm ata əvəzi olub, həm qardaşlıq edib, yoldaşlıq eləmişik, çörək kəsmişik, çörək qazanmışıq. Cavanşir müəllimin müsbət cəhətləri çoxdur. Çətinlik çəkəndə görürsünüz ki, hamıya dayaq olur. Yəni onun xasiyyətləri bir balaca hardasa düz danışmaq lazımdır. Onun qarşısında səhv hərəkətlər edəndə qəbul eləmir. Bu insan düzgünlüyü sevir. Yəni düz danışdıqca səni qəbul edir. Səhv danışanda barışa bilmirsən. Ona görə də biz çalışmışıq ki, ansambl, bütün kollektiv, yəni onun düz danışaq ona, yalan danışmayaq. Çox gözəl insandır, ailə başçısıdır, gözəl evlatları var, gözəl anası var, bizim Güllü anamız var, çox gözəl ailəsi var. Həm ailə başçısı kimi, gözəl ailə başçısıdır, həm də dost kimi, qardaş kimi. Yəni o, baxmayaraq ki, sən ondan yaşda bir 15 yaş, 20 yaş kiçiksənsə, sənin üçün qardaşlıq eləməyə, dostluq eləməyə həmişə hazır. Cavanşir müəllimin rəhbər olduğu kimi, yəni ansamblda ciddiliyini, səmimiliyini, dostluğunu, yumoristik, gözəl yumorları var. Yəni ki, insanla qaraqabaq arası yoxdur. Yəni ki, ansamblda kimsə qanı qara soruşur, nə olub, keyfin yoxdur. Yəni, bir sözlə dilxoşluğu sevən insandır. Yəni, mən onunla çalışdığıma fəxr edirəm. Mən ona uğurlar arzulayıram, ona can sağlığı arzulayıram. Allah Teala onun ailəsinə, özünə, evlatlarına, nəvəsinə gözəl günlər, bundan da gözəl firavan günlər nəsib eləsin inşallah. Cavanşir müəllim, Firuzə xanım çox gözəl söz dedi. Dedi, böyük sənətkarlarla işləyib. Düz deyil. Mən Əbülfət Əliyev, Hacı Baba Hüseynov, Tələt Qasımov, Niyamətli Musayev, Arif Babayev, Alim Qasımov, Razi Şükürov, Fidan xanımla, Xuraman xanımla xarici ölkələrdə olmuşuq. Lütfiyar İmanovla, Akif İslamzadə ilə, Hüseyn Ağa Hacıyevlə, Gülağa Mamyadovla, Şövkət xanım Ələkbərova ilə,
Rubaba xanımla. Mən böyük bir məktəb keçmişəm. Və Firuzə xanımla da 18 il çiyin-çiyinə çalışırsınız. Bəli. Firuzə xanım da böyük sənətkardır. Böyük sənətkardır. Firuzə xanım, birisi sizə bir söz söyleyeyim. Əgər böyük sənətkar olmasaydı, mən 18 il çalışa bilməzdim. Bu bir. İkincisi də ki, biz Firuzə xanımla həm bir ailəvi dostluq, həm mənim onun qızına çox böyük hörmətim var. Bəli. Onun bir balası var, nəvəsini çox istəyirəm. Qızının böyük hörmətim var, qızına böyük hörmətim var. Qızının zəhməti çox olubdur anasının sənətinə. Çünki bilirsiniz, ana həmişə işdə olur, qız evə baxır belə. Gözəl ailəsi var. Bir də ki, mən sizə bir söz söyleyeyim ki, mən Firuzə xanımın tərəfini heç kəsə verməliyim. Biz qarlı, boranlı, yağışlı, yağmurlu, gecəli, gündüzlü, kollektivlə, ansamblə bir xarici ölkələrdən tutmuş Azərbaycanın qarış-qarış kəndində, kəsəyində konsertlərimiz olub, el şənliklərində olmuşuq. Bizim çox yadda qalan, çox yaxşı xatırlanan günlərimiz olubdur. İndi davam eləyir. İnşallah bundan da sonra davam eləyəcək. Bir də mən bir şey söyleyeyim sizə ki, mən yəni deyirəm, mən duet ortağı kimi Firuzə xanımla bizim xidmətlərimiz çox olub. Ondan başqa da duet oxumusunuz? Yox, bizə qulaq asıb... Heç oxumayacaqsınız da. Niyə də oxumalıyam? Bizə qulaq asıb duet ifaçıları əmələ gəlib, duet sevənlər əmələ gəlibdir. Duet, bilirsiniz nəyə görə çətindir. Duet oxumaq tək oxumaqdan qat-qat çətindir. Hər adam duet oxuya bilmir. Amma həmişə deyirlər ki, duet oxuyanların arasında mütləq sevgi olur, məhəbbət olur. Hələ bilirlər ki, gündüz səhnədə oxuyurlar, axşam da dalını davam elətdirirlər. Onda belə deyək də, Əsli Kərimdə duet oxuyublar, sonra Leyli Məcnunda duet oxuyublar, sonra Elmira xanımla Yaşar Səfərov rəhmətli duet oxuyub, Floyd Kərimova ilə Gülağa duet oxuyub, sonra çox duet oxuyub. Elə demə, bunlar hamısı sevişir. Nə bilək, ay... Sən don giyindirəcəksən də. Gəlin, olmuşu qonağımızın da söhbətdə qulaq asaq, yaxşı. Buyurun. Cavanşir Məmmədov haqqında mən onu deyə bilərəm ki, mən Cavanşiri düz 17-18 yaşlarından tanıyıram. Cavanşir Məmmədovdan 10 ildən yuxarı biz bir yerdə işləmişik, fəaliyyət göstərmişik. Cavanşiri mən həm gözəl musiqiçi, həm də gözəl müğənni kimi tanıyıram. Onun gözəl müğənni olmağına oradan bilmək olar ki, hələ bir dənə mən elə bir mahnı görməmişəm ki, belə aralıq mahnısı, səviyyəsi aşağı olan mahnılara müraciət eləsin. Həmişə gözəl mahnılarımıza, gözəl əsərlərimizə müraciət edən görmüşəm və Cavanşirə bu sənətdə nə qədər nailiyyətlər eləyibsə, anasının südü kimi halaldır. Çünki Cavanşir həm gözəl sənətkardır, həm də çox zəhmətkeş bir insandır və xeyirxah adamdır. Xeyirxah adamlığı ondan ibarətdir ki, mənim bir çox lent yazılarım var. Əsas mənə uğur gətirən lent yazı mənim Seyga Zabul muğamımdır. O vaxtı biz onu Cavanşirlə bir yerdə məclislərdə olanda məndə çox gözəl alındığına görə Cavanşir deyirdi. Mənim məcburən, o biraz tənbələm mən, məcburən məni Əhməd Bakıxanovun ansamblına, Həbib Bayramovun yanına apardı və mənim bu Seyga Zabulumu lent yazısına aldırdı məcburən və o uğurlara görə mən Cavanşirə borcluyam. Cavanşirə uzun ömür, möhkəm can sağlığı arzulayıram. Ailə saadəti, gözəl ailəsi var, balaları var. Anası Güllü xalıya salamlarımı yollayıram. Bax, İlham bəy, mən körəldim. Nəyə görə körəldim? Mən Razi Şükurovun yetirməsiyəm. Mən Razi Şükurov çox böyük sənətkardır, çox böyük sənətkardır. Gözəl insandır. Onu bilirsiniz, çox alicənab, çox tərbiyəli, o böyükdə insan bir dənə televiziya kanalının qapısını açıb girib deməyib ki, mən gəlmişəm oxumağa. Onu dəvət etmək lazımdır. İlham bəy, sizdən xahiş edirəm. O bizim qonağımız olub və mənim ona çox böyük hörmətim var və inşallah bu yaxınlarda da olacaq, mütləq. Mən ondan nə oxumaqlar eşitmişəmsə, bilirsiniz, bu ölçüyə gəlməyən bir sözdür. Ancaq mən xahiş edirəm ki, Razi Şükurovdan bir məktəb kimi istifadə olunsun və arzu edirəm ki, Razi Şükurovun Çahargah muğamını axtarıb tapsınlar. Fondda, Qızıl Fondda var, YouTube'da da var. Qoy qulaq assınlar, görsünlər ki, müğənni nə böyükdə olarmış. Müğənnilik sözündən də, özündən də qat-qat böyük sənəti ola bilən müğənni heç kim axtarmır, tapmır. Bu bilirsiniz, biraz adama çox ağır gəlir. Bizim qızıl sərvətimizdir. Razi Şükurovun atası Sahib Şükurov gözəl müğənni olubdur. Allah rəhmət etsin. Sonra İldırım Həsənov, sonra
Adıgözəlovlar tayfasından, Bəli, Zülfü bəli, Adıgözəlov. Zülfü Adıgözəlov. Səsin böyüyü kiçiyi olmur, oxumağın böyüyü kiçiyi olur. Bəli. Elə səsdə oxuyanlar var ki, qulaq asırsan, iynə kimi adamın qulağını Bəli, deşir. bəli. Qulaq asmaq istəmirsən. Elə gözəl səslər var ki, keyfiyyətli səslər Bəli, var ki, bəli. qulaq asdıqca yorulmursan. Ona görə Razi Şükürov, mən deyirəm, mən razı deyirəm sənə, eşit ki, mən ömrümün sonuna qədər sənə borcluyam. Mən sənin bir nömrəli pərəstişkarın olmuşam. Mən səni toylarda qalxıb ayaq üstə səni alqışlayanlar, kişilər, böyük adamlar səni seviblər. Səni indi, sən çəkilmirsən kənara, amma sən kənara çəkilsən də gərək səndən əl çəkməyələr. Şəxsən Mən əl çəkməyəcəm ondan. Xahiş Çünki mən edirəm. onu çox istəyirəm. Onun sənətinə və şəxsiyyətinə böyük hörmətim var. O Bəli, gözəl insan, bəli. gözəl sənətkardır o. həm də şəxsiyyət. Və onu ilə mən neçə dəfələrlə məclislərdə olub, görüşmüşük, öpüşmüşük. İnanın ki, o adam bir dəfə olsun heç deməyib ki, məni niyə çağırmırsınız? And olsun Allaha. İlham müəllim, mən nə oxuyuramsa ondan öyrəndiyimi oxuyuram. Allah can sağlığı versin Bəli. sizə. Doğrudan da bu günləri elə bir özünüz o mahnıları seçib öz verilişin motivinə uyğun. Ondan sonra yəni ki, doğrudan da sizin səhnə mədəniyyətiniz, gəlin açıq etiraf eləyək ki, bu günləri sizin kimi insanlar azdır. Niçin deyirəm onu? Çünki öz yaşınızı, öz yerinizi, öz səviyyənizi həmişə siz bilən insansınız. Savaş müəllim, ümumiyyətlə, bax, deyirlər sadəlik gözəllikdir. Sadəlik gözəllikdir. Sizin xasiyyətiniz sadədir. Çox adamlar bəlkə də sizi özündən məmnun, özündən razı bir adam kimi tanıyır. Yox, mən sizi məsələn şəxsən yaxından tanıyan bir insan kimi çox belə, necə deyim, xeyirxah, ondan sonra rəhimdil, ürəyi yumuşaq bir adam kimi tanımışam və bunu çox adamlar da mənə deyiblər onu ki, Cavanşir müəllimdə belə bir keyfiyyət var və mən bunu bir daha şahid olmuşam. Ümumiyyətlə Cavanşir müəllim, insanlarda bəyəndiyiniz və bəyənmədiyiniz keyfiyyətlər nədir? İlham qardaşım, insanlarda ən bəyəndiyim şey, ən axtardığım şey düzgünlükdür. İndi mən demirəm ki, mənə qarşı düz olsunlar, başqasına qarşı yox. Təbii. Ancaq ümumiyyətlə o Allahı sevən insanlar, özünə hörmət edən insanlar, bir şəxsiyyət kimi ucalmaq istəyən insanlar gərək həmişə düzgün olsunlar, mövqeləri düz olsun, düz danışsınlar. Düz danışmaq, deyir, sözün düzü acı olur, ancaq səbr məsələsi var. Bəli, Səbrin adı da biraz ağırdır, Bəli. ancaq səbrin nəticəsi şirin olur. Bəli, bəli. Səbrli insanlar həmişə həyatda udurlar, Bəli. irəli gedirlər. Bilirsiniz, səbirli olmaq da Allah Taala'nın böyük bir vergisidir. Həm də adı da, səbir özü Allahın adıdır. Bax, Yəni ona görürsünüz. görə riayət eləyəsən həmişə. Ona görə, yəni, hər bir insanın da xasiyyəti eyni olmur axı. Təbii. Bilirsiniz, biz elə sən də, mən də, Bəli. bəzi bizim kimilər də biraz əzab vəziyyət görən insanların hissiyatı biraz dərin olur. Bəli, bəli. Və onların bir şey söyleyeyim sizə, o indi onu qoyub başqasına keçməm. Bu zərzibon məsələsi də var. Aha. Bu Bəs Zərzibaya münasibətli? zərzibaya münasibəti pis deyil, ancaq zərziba taxan adamların əksəriyyətinin biraz əsəbi dərin olur. Hə. Yəni biraz tez əsəbləşən adamlar olur. Onlar o zərzibanı nəyə görə taxırlar ki, nəyisə göstərmək üçün. Hə. Ancaq bir şey söyleyeyim sizə ki, düşünmək lazım ki, bunu taxan insan o zərzibanı gözəlləşdirir. Əgər o brilyant, qızıl, o adi bir dəmir parçası şüşənin altında qalırsa, o qədər gözəl görünmür. Təbii, insanın bədənində, qolunda, bəli. Onu taxan insan o qədər zəngin olmalıdır ki, onu taxanda qorxmasın, onu taxanda utanmasın, onu taxanda özünü böyük hesab eləməsin, onu taxanda ona görə bilirsiniz, yetənə yetib yetməyəni daş atmasın. Və belə bir şeylər insan üçün həyatda yaranıbdır, Allah Taala tərəfindən. Ancaq gedəndə biz dünyadan köçəndə özümüzlə heç nə aparmırıq. Və çox vaxtı insanlar söyləyir ki, gərək gözün tox olsun, belə olsun. Bəli, onlar var. Ancaq bu dünyada da sənin nəyə əlin çatırsa, bilirsiniz, söhbət burada vicdan söhbətindən gelir. Nəyə Allah Taala sənə qismət eləyirsə, onu da qəbul eləmək lazımdır. Yaxşı, elə mən əlim çatmırsa, iki fikir var. Biri var, pulu olmayan adamlar deyirlər ki, pul əl çirkidir. Bir də var, pulu çox olan insanlar pulu əl çirki kimi xərcləyirlər. Bilirsiniz,
Hansı Onu, yaxşıdır? bunların heç biri yaxşı deyil. Aha. Bax, mənim kollektivimdə 16 nəfər musiqiçi işləyir. Aha. Bu 16 nəfərin hamısına çalışmışam ki, maşınlı olsunlar, yaşayışları yaxşı olsun, evləri olsun, nə bilim, güzaranlar yaxşı olsun, uşaqları təhsil alsınlar. Yeri gələndə, indi azdan çoxdan hörmət eləyir, kiminsə xahişini eləyə bilim ki, qoy mən deməyim ki, öz evladımın xahişini eləyəm. Öz evladımı tanıyan, tanımaz özü bilə. Ancaq dostumun, mənimlə çalışan uşaqların şəraiti yaxşı olsun ki, mən onların yanında bir yerdə oturanda mən xəcalət çəkməyim. Baxın, ona görə də bu pul qazanmaq məsələsi ki var, əvvəl gərək iqtisadiyyatı biləsən. O, ailədə də elədir, dövlətdə də elədir, Yaxşı, hər yerdə indi ona elədir. mən sual verəcəm. İndi mən nəyi deyirəm sizə? Bax, deyirsiniz ki, bu dediniz zərziba... Zərziba. Məsələn, zərzibanı elə özünüz taxırsınız. Mən də taxıram. Mən də taxıram. Mən... İndi qulaq asın, indi məndə biraz zərziba azdır, sizdə lap çoxdur. Çünki hamısı qiymətli daşqaşlardır. İndi demək istəyirsiniz ki, yəni bu zərziba sizin yanınızda heç, yəni siz doğrudan da sizin əlinizdə. Yox, bunu taxan oğlan, taxan oğlan da yaxşı görükür. Yox, bunu taxan oğlan da, taxan qadın da. Mən sizə dedim ki, gərək daxilən zəngin olsun. Bəli. İndi mən də onun üçün deyirəm ki, yəni bu sözü özünüzə aid edirsiniz də. Yəni daxiliniz zəngindir sizin də. Mənim şübhəm yoxdur. Şübhəniz var. Mənim şübhəm yoxdur. Olmasın şübhəniz. Mənim şübhəm yoxdur. Əgər şübhəm olmuş olsaydı, mən bu sualı sizə verməzdim. Mən verilişə gəlmişəm. İndi bax deyərsiniz belə, yəni qoy... Siz hansı saatla işləyirsiniz ümumiyyətlə? Hansı vaxtla işləyirsiniz? Amerika vaxtı ilə, Rusiya vaxtı ilə, ondan sonra Azərbaycan vaxtı ilə. Mən sizə bir söz söyləyeyim, İlhan bəy. Moskva vaxtı ilə. İlhan bəy, mən qəlbimin saatı ilə işləyirəm. Ancaq sizə bir şey deyəcəm. Axı sizin orada 1, 2, 3, 4, 5, 6 ölkənin vaxtını göstərən bir saat var. Mən də bilmək istəyirəm hansı saatla işləyirsiniz. Ona görə də bir saat gecikdiniz verilişə. Bilməm, Moskva vaxtı ilə gəldiniz yoxsa? Mən bilməm, bunu efirə verəcəklər, verməyəcəklər. İndi onu senari müəllifi bilər, rejissor bilər. Ancaq siz mənə çox qəliz sual verdiniz və verilişə gəlmişsiniz, görürəm ki, saatınız yoxdur. Mənim qəşək qolbaqlarım var. Yox, o qolbağın birini çıxardarsınız bundan sonra. Bu saatı mən, bilmək olmaz, bəlkə də bu mənim axırıncı verilişimdir. Allah eləməsin. Birisi yox, insanıq da, çünki mən qəlbimdən keçdi bu. Mən bu saatı hədiyyə eləyirəm sənə. Cavaşı mən aparıcıyam, o qiymətli şeyi mən heç vaxt götürmərəm. Mən xahiş eləyirəm bunu. Bir də gördün ki, qoy sənət adamıyam da, qoy məndən yadigar qalsın. Mənim evimdə mənə yadigar qalan Məmməd Bağırdan bir-iki şey var. Bir də saatdır. Onun heç oğlu da bilmir. Ancaq bilirsiniz nətərdir? Bu diskdir, nə bilim, başqa şey, köynəkdir, nə bilim, nədir. Bunlar xarab olub gedir. Bunu gələcəkdə siz... Allah qismət eləsin, məndən biraz yaşda siz kiçik olarsınız. Biraz yox, çox yaşda kiçiyəm. Yox, çox da elə qocaqma məni. Mən xahiş edirəm bundan sonra verilişə gələndə o qolbağın yerinə bu saatı taxıb gələsin. Gedəndən sonra açıb qoyarsın. Siz elə söz deyirsiniz ki, yox, mən kişi kimi söhbət eləyirəm. Sənətkardan düzdür, hədiyyə gözəldir, amma bu böyüklükdə hədiyyə bahalı daşqaşlar bu... Bu, dediniz 6 dənə burada ölkənin saatı var. Qoy bu 6 ölkənin saatı bundan sonra sənə baxsın, mənə yox. Halal xoşun olsun. Çox sağ olun. Halal xoşun olsun, narahat olma. Narahat olma. Əgər bunu bilirsiniz nətərdir? Dediniz, bayaq məndən belə bir söz çıxdı qəlbimdən gəlir ki, insan gəlir daxilən zəngin olsun. Onda özünə zəhmət olmasa bağlayın bunu. Bilirəm ki, çox yerlərdə... Bilirsiniz nətərdir? Sizə hədiyyələr çox olub. Bəli. Özdə mən o hədiyyələri də görmüşəm, ancaq ki, mən xahiş edirəm, o saat qədər sizin ömrünüz olsun. Çox sağ olun, minnətdarım. Və birdən haçansa mən olmadımsa, Allah eləməsin. Mənim haqqımda bir veriliş verəndə o saatı taxıb gələsiniz. Allah eləməsin və mən də sizə çox sağ olun deyirəm və inanın ki, əgər mənim darlığım da olsa, bunun bir qaşını da satmaram ki, bu Cavanşir Məmmədovna mənə hədiyyədir. Çox sağ olun ki, belə böyük hədiyyəni mənə ikinci adam hədiyyə verir. Çox sağ olun, minnətdaram. Əziz qardaşım, çox sağ olun. Halallıqla deyirəm ki, bilirsən nəyə görə, sən çox zəngin adamsın. Çox sağ olun. O zənginlik var dövlətlə verilmir ki insana. Çox sağ olun. O zənginlik ona görə verilir ki, sən
Space kanalına sadiqsən, neçə illərdir çalışırsan. Minnətdaram sizə. Bu mənim ən böyük, doğrudan da gözləməzdim belə bir böyük hədiyyəni, amma mən sizdən çox-çox razıyam. Allah da sizə, yəni Allah Çox mənə sağ ol. möhlət versin ki, sizin inşallah bir doğum gününüzdə mən də ora bir necə lazımdır gəlir. Cavanşir müəllim, hansı müjdəlisiz siz? Balıq. Cavanşir müəllim, balıqlar çox, necə deyim, mətin olurlar. Balıqlar sadiq olurlar. Balıqlar həm ailəyə, həm dosta, həm tanışa. Balıqlar təmiz olurlar. Təmiz olurlar. Çünki suda olduqları üçün hamam yaxındadır. Hamam. Balıq. Blanket çox təmiz adamdır, deyirlər. Hamamın yanında olur. İndi də siz də hamamın yanında olur deməyin. Hədiyyə verdim, ağzımı yumacam. Balıq, ya o hədiyyənin onun dəxli yoxdur ki. Hədiyyə qutardı. Balığa deyirlər, sən niyə danışmırsan? Deyir, çox danışaram, ağzıma su Ağzına su gedir. Və bunu da deyək ki, bizə artıq verilən vaxt sona çatır. Sizlə o qədər gözəl, o qədər maraqlı, o qədər yaxşı söhbət etdik ki, vaxt necə gəldi, getdi, heç bilmədik. İnanın, mən buna səmimi deyirəm. Və mən siz artıq neçənci dəfədir siz qonaq? İkinci dəfədir mən burada qonağam. Yox, ikinci dəfə. Etiraf verilişində ikinci dəfə. Bugün ikinci dəfədir. Bəli. Amma ikisi də yadda qalan olacaq ha. Bilirsiniz, onların təkrarı gedəndə siz elə bilmişsiniz ki, mən çox dəfə qonaq Doğrudan, onun təkrarı gedir. Ay sağ olun, düzdür. Ancaq İlham müəllim, çalışmaq lazım ki, mən arzu edirəm ki, həyatda insanlar bir-birinə mehriban olsunlar. Həyatda insanlar əl açıq olsunlar. Həyatda insanlar bir-birinə kömək etsinlər. Bizim bu show biznesdəki insanlar bir-birinə sülh şəraitində yaşasınlar. Bilirsiniz? Olmayacaq. Olsun. Olmayacaq. Olsun, qoy olsun. Olmayacaq Cavanşir müəllim. Elə şey arzulayaq ki, qoy Allah torpaqlarımızı, möhtərəm prezidentimizin köməyə torpaqlarımız qayıtsın. Ondan sonra ölkəmiz bax nə gözəl abadlaşır. Bundan da gözəl olsun, bundan da yaxşı olsun. Və cənab prezidentimizin ətrafında elə sizin kimi gözəl sevən insanlar əhatəsində olsun. Dövlətin qədrini bilən, çörəyin qədrini bilən insanlarımız və insanlarımız harda işləyirlərsə ora sadiq olsunlar, mehriban olsunlar. Bax bu gözəl. Amma show biznesin bir yerdə mehribançılığı olmayacaq. Bax, mən bir dənə sualı gözləmək istəyirdim sonda. Yəni, indi dediniz yadıma bir daha xatırlatmaq istəyirəm ki, siz mənə sual versəydiniz ki, Azərbaycanda ən çox işləyən kimdir? Mən o suala cavab verdim ki, Azərbaycanda ən çox işləyən cənab prezident və onun xanımıdır. Bəli, tamamilə. Cənab prezident və onun xanımı. Bu iki insan gecəli, gündüzlü, bunlar yollarda, izlərdə. Azərbaycanın gələcəyi naminə. Ona görə də gərək baxaq başqa ölkələrə biz özümüzü qoruyaq. Görsən, qan, qada, hər yerdə aləm dəyişdir, bir sabitlik bizdə. Bugünkü günümüzü əlimizdən almasın. Bəli, Allah Taala can sağlığı versin cənab prezidentimizə, onun ailəsinə, xanımına, balalarına və Space kanalı ki, məni bugün böyük hörmətlə dəvət edibdir. Mən bir daha Vaqif müəllimə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Sizin kollektivə, hamısına öz təşəkkürümü bildirirəm. Gəlin sizin ifanızda bir mahnı oxuyaq, sonra ayaqüstə sağollaşacaq. Çox sağ ol, minnətdarım. Mən bilirəm ki, bu üçüncü mahnını... Mən bu üçüncü mahnını... Yenə də mənə hədiyyə edir. Deyəcəksən, yox, bilirsiniz nəyə görə? Məni azad çağırırsınız. Yəni, çox çağırmırsan, mən vaxtım olmur gəlməyə. Çünki sizin toylardan maşallah vaxtınız olmur. Yox, valla toya görə deyil. Moskvada toylarda, bütün, nə bilim, xaricdə toylarda, hamısı, maşallah. Ona görə yox. Ümumiyyətlə, o çox vaxtı deyirlər ki, niyə gəlmirsən çəkilişlərə belə elə? Çox müğənnilər deyir ki, mən baxıram verilişi seçim edirəm. Xeyr, yalan deyirlər. Bilirəm. Verilişlərə çağırılan adam gəlir. Bilirəm. Ona görə də bir dənə mən açıq-aşkar, bu sizin üzünüz, bu mənim, deyə bilərəm ki, 3-4 aydır siz məni dəvət eləmişsiniz. Hər ayda dəvət edirəm ki, İlham müəllim. Hətta Aşıq Samirənin uşaqlığının toyunda gördüm, dedim, siz gəlməlisiniz ha bura. Dedi, hə, sonra zəng vurdım, biraz sonra may ayı, o da may ayı keçdi, belə təbii. Bax, o Qarabalı oturub burada, mən o 22 illik dostumdur. Nəsə, davul. Davul, bəli. İlk dəfə davulu Qarabala, Azərbaycanda Qarabala tətbiq edibdir. Tamamilə sizin ansamblı onu gördüm. Ona yolda söhbət edən deyirəm ki, İlham müəllimə söz vermişəm o vaxtdan. İndi sözüm şükür Allah Taala tərəfindən qəbul olundu. Qəbul olundu və odur ki, sizdən mahnını mən sənin sözlərinə bəslənilmiş bir mahnı var, gözəl bir mahnıdır, nəğmə. Ay, o çox İstəyirəm gözəl onu oxuyum. mahnıdır. O sözlər mənim ürəyimdə qalan, o sözlər vətən həsrəti ilə yaşayan, vətəndən uzaqda olan, vətəndən uzaqda olanda bir Azərbaycan nəğməsini eşidəndə insanın ruhu cuşa gəlir. Və onun üçün də mən onu qəribçilikdə olanda onu yazmışam və onu vətəndən uzaq olan
bütün evladlarımıza onu bağışlamışam. Deyir ki, ölsəm vətən uğrunda fəxr edərəm mən. Canım nə qədər sağdırsa qurbanı vətəndir. Hər kim soruşsa mənim ünvanımı səndən, o şəxsə söyləyin. Cavanşirin İlhamın, bir də rəhmətlik Mailin ünvanı vətəndir. Allah rəhmət eləsin onu və Cavanşir müəllimə də, İlhama da can sağlığı versin, hamımıza bir yerdə. Buyurun o mahnını, mənim sözlərimə bəstələnmiş mahnını eşidək. Düşəndə biz səndən uzaq əllərə, sən qanad olursan aya illərə, xoş ətir verirsən qönçə güllərə, yol yoldaşın olan nəğmə. Düşəndə biz səndən uzaq əllərə, sən qanad olursan aya illərə, hoş ətir verirsən qönçə güllərə, yol yoldaşım olan nəğmə. Biz uzaq olanda ana vətənə, torpağın ətini alırıq səndən, təki əksilməsin bu yer üzündən, yol yoldaşım olan nəğmə. Biz uzaq olanda ana vətənə, torpağın ətini alırıq səndən, təki əksilməsin bu yer üzündən, yol yoldaşım olan nəğmə. Nəğmə, nəğmə, yol yoldaşım olan küçükkar nəğmə, oy səsin yayılsın bütün aləmə, yol yoldaşım olan nəğmə. Nəğmə, nəğmə, yol yoldaşım olan füsunkar nəğmə, oy səsin yayılsın bütün aləmə, yol yoldaşım olan nəğmə. Sənin hər notuna, səsinə qurban, qəlblərə yol açan izinə qurban, həmişə hər yerdə biz sənə heyran, yol yoldaşım olan nəğmə. Sənin hər notuna, səsinə qurban, qəlblərə yol açan izinə qurban, həmişə hər yerdə biz sənə heyran, yol yoldaşım olan nəğmə. Biz uzaq olanda ana vətənə, torpağın ətini alırıq səndən, təki əksilməsin bu yer üzündən, yol yoldaşım olan nəğmə. Biz uzaq olanda ana vətənə, torpağın ətrini alırıq səndən, təki əksilməsin bu yer üzündən, yol yoldaşım olan nəğmə. Nəğmə, nəğmə, yol yoldaşım olan füsunkar nəğmə, oy səsin yayılsın bütün aləmə,
yoldaşım olan nəğmə Nəğmə, nəğmə yoldaşım olan füsunkar nəğmə Qoy səsin yayılsın bütün aləmə Yoldaşım olan nəğmə Yoldaşım olan nəğmə Yoldaşım olan nəğmə Cavanşir müəllim, çox sağ olun. Sizə özləri minnətdarlığımı bildirəm. Bax, burada biz Xalidə xanımın adını hallandırdıq, düzdürmü? Doğrudan da kişi o kəsdir ki, onun gözəl xanımı ola. O gözəllikdə yox, daxili aləmi gözəl ola. Balalarına gözəl ana ola. Anasına yaxşı gəlin ola. Bax, o həmən o xanım sizdə var. Və onun üçün də adını hallandırdığım üçün, bax, bu ağ çiçəyimdən gül göndəriblər və biliblər ki, bugün siz mənim qonağım olacaqsınız. Şəxsən mən öz adımdan, Etiraf proqramının bütün yaradıcı heyəti adından və ağ çiçəyimin adından bu gül çələngin Xalidə xanıma göndəririk. Bax, özündən soruşacağım, görün bu gülü ona apardınız, yoxsa yox. Əgər aparmadınızsa, onda doğrudan nəsə var? Yox, mən bu gülü başqa adama aparamam ama. Ay, sağ ol, çünki bu şahiddir. Başqa yerə gedəndə özüm geyirəm, gül aparmıram. Öpürəm. Mən də öpürəm. Çox şad oldum, amma hədiyyəniz üçün çox sağ olun. Cavanşir müəllim. İlham, narahat olma hədiyyə üçün. Valla çox narahat oldum, həddindən artıq. Valla təmiz qəlbinə təqdim eləmişəm və rahatlıq tapdım özümdə. Xahiş edirəm bundan sonra verilişlərin olanda o sadıq olanda görün. Çox sağ olun, minnətdaram sizə. Sən ona layiqsən, ondan da artığa layiqsən. Çox sağ olun. Sənin xidmətlərin var bizim xalqımıza, bizim tamaşaçılara. Sən özün daxilən çox zənginsən, çox insanlara kömək eləmişsən. Elə mənim özümə də kömək eləmişsən. Mən unutmaram onu heç zaman. Onun əvəzi biləm. Sağ olun. Yox, onun əvəzi azdır. Çox sağ olun, Minnətdaram. Çox sağ olun. Təşəkkür edirəm bütün yaradıcı heyətə. Allah sizə can sağlığı versin. Allah ölkəmizə, vətənimizə, elimizə, obamıza əmin-amanlıq qismət eləsin. Necə ki, Azərbaycan dövlətli, qüdrətli bir ölkə kimi inkişaf eləyir. Sağ olun, minnətdaram. Çox sağ olun, sağ olun. Əziz tamaşaçılarımız, bu da bir görüşün sonu oldu. İstəsək də, istəməsək də bizə ayrılan vaxt artıq tamam oldu. Onun üçün də mən demək istəyirəm ki, mən inanıram ki, bu verilişimizdə sizin ürəyiniz oldu və səmimi etiraflar sizin alqışlarınıza səbəb oldu. Çünki hər verilişdən sonra mən sizdən çoxlu sayda məktublar alıram, telefon zəyləri eşidirəm və onun üçün də mən sizə deyirəm, əziz tamaşaçılarımız, nə yaxşı ki, siz varsınız və bizi eləyən sizsiniz. Bizi sizin üçün çalışırıq. Əgər sizin ürəyinizcə olursa bu verilişlərimiz, deməli biz xoşbəxt insanlarıq. Sağ olun, mən sizin qarşınıza baş əyirəm, sizə can sağlığı arzulayıram. Beləliklə, sağ olun. Görüşmək ümidi ilə.